el ömrüme şefekler yaydı. Bu yurdun ışığı istesi beni, kaş bütün yeryüzü böyle olaydı. Ses verdi sevgime sevgisi beni. Ne kadar bu ömrüm varsa dünyada, yürek senin için kızınar o da. Yoluna sefile, güle dönerim, güle dönerim. Bir daha seven kalbimi anarım, okşarım gerisi beni. Sefile, güle dönerim, güle dönerim. Bir daha seven kalbimi anarım, okşarım gerisi beni. Sana verdim yüreğimi, karşında hemşe secde ederim, secde ederim. Bir daha seven kalbimi anarım, okşarım gerisi beni. Gerisi beni. Sana verdim yüreğimi, anarım, okşarım gerisi beni. Leyla İbrahimova. Qoy mən deyim birinci. Sizi təbrik eləyirəm. Çok sağ ol. Çünki doğrudan da çox çətin, çox mənalı, çox gözəl bir əsərdir. Mən əminəm ki, sən onu da özün o məsuliyyəti daşıdın, hiss etdin. Əlbəttə ki, mən səndə heç bir səhv axtara bilmərəm. Çünki tərtəmiz mənim üçün not hər bir şeyi oxudun, ifa etdin. Təbrik edirəm gözəlim. İndi Omar Eldar danışsın. Bəli. Çok sağ olun. Çox sağ olun Rühəm müəllimə. Leyla əslində bu mahnının genişliyini çatdıra ötürə bildi. Həm zahiri görünüşü ilə, həm ifası ilə və əlbəttə ki, alqışlayaq dostlarımıza Anar Keyterman və Orient Express. Çox gözəl, deyəsən yeni bir nəfəs verdilər, başqa bir aranjmandır da. Bəli. Çox gözəldir, əla təbrik eləyirəm. Murat buyurun. Mən əmkarlarımdan fərqli olaraq o çatışmamazlığı daha sərt qarşıladım. Ola bilsin o mənim algılanmamdır, mənim qəbul etməm. Mən misal üçün yanaşmaya, özellikle aranjmana iradım var. Sənə verdim ürəyimi, səndə tapdım öz eşqimi. Bu mahnının elə bir hissəsidir ki, onu ikinci dərəcəli və yaxud da ki, önəmsəmədən yanaşmaq düzgün değildi. Onu mütləq vermək lazım idi, onu mütləq oxumaq lazım idi. Amma başqa bir məqam da var ki, mahnı 5 dəqiqalıq, 6 dəqiqalıq əsər olanda bizim cəmi 2 dəqiqə vaxtımız var buna sığışdırmaq. İndi mən bəlkə də qeyri-real bir şey deyirəm, amma dinləyici olaraq onu eşitmək istədim və onu eşidə bilməməyim məni narahat elədi. Düzdür, bu iradın Leyla xanıma bilavasitə aidiyyatı yoxdur. Ona görə də Leyla xanımın ifasına gələcəm. İfanı hiss elədi, tam da sizin nəğməniz idi. Bax, səsə, yarışmada ona yaraşan mahnını seçmək bu uğurdur və bu uğur üçün Zülfiyə xanımı təbrik edirəm. Teşekkür edirik. Bir qədər sonra çox keçmədən bu həyəcana son qoyacağıq. Hələ ki, kulis arxasında gözləyin lütfən.